Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatları ölkəmizin şəhər və rayonlarında uşaqlar üçün Novruz bayramı ilə əlaqədar tədbirlər təşkil edib, azyaşlıları hədiyyələrlə sevindiriblər. Tədbirlər baharın gəlişini öz yurdlarında qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib. Zəngilan, Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Xankəndi və Xocalıda təşkil olunan bayram tədbirlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmiləri iştirak ediblər. Zəngilan rayonunun Ağalı kənd orta məktəbində və uşaq bağçasında keçirilən tədbirlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəsmiləri məktəbliləri təbrik edib, onların doğma yurd yuvalarında bayramı qeyd etməsinin qürurlu olduğunu bildiriblər. Uşaqlar da öz növbəsində şeirlər söyləyib, yüksək əhval-ruhiyyə ilə bayramı qeyd ediblər. Eyni zamanda uşaqlara hədiyyələr təqdim edilib. Çox sevindirici haldır ki, burada işğaldan azad olunmuş məskənimizdə, öz doğma yurdumuzda artıq 3-cü ildir ki, Novruzu qeyd edirik. Və sizə də çox təşəkkürümüzü bildiririk ki, bizim burada Novruz üçün gəldiniz, hədiyyələrinizi verdiniz. Mən çox sevinirəm ki, öz Zəngilanımızda, doğma vətənimizdə burada tədbir çəkirik və siz də bizə hədiyyə gətirirsiniz. Sağ olun. Mən çox xoşbəxtəm ki, bu Zəngilan Ağalı kəndində qalıram. Bu 3-cü ildir ki, biz burada Novruz bayramını qeyd edirik. Sizə çox təşəkkür edirik ki, biz işğaldan azad olmuş Zəngilanda gəlib bizi bu cür hədiyyələrlə sevindirsiniz. Həmkarlar daima bizim məktəbin yanındadır. Bütün bayramlarda şahidlərimizi təbrik edirlər və cənab prezidentə təşəkkür edirəm ki, sakinlər adından böyük qayıdışın ilk məktəb olaraq Ağalı kənd məktəbi burada tikilib və çox sevindirici haldır ki, biz böyük qayıdışın ilk müəllimləriyik ki, burada fəaliyyətə başlamışıq. Mən bu bayram münasibəti ilə xalqımızı təbrik edirəm və sizə təşəkkürümü bildirirəm. Sizlər Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri bizləri unutmursunuz, uşaqlarımızı hədiyyələrlə sevindirirsiniz. Cəbrayıl şəhərində və Cocuq Mərcanlı kəndindəki Novruz şənliklərində konfederasiyanın nümayəndələri uşaqları bayram münasibəti ilə təbrik ediblər. Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən bizim məktəblilərə Novruz bayram münasibəti ilə hədiyyələr gətirilib. Biz öz adımdan, məktəb kollektivi adından təşəkkürümüzü bildiririk. Çox sağ olun, var olun. Sizləri də bayram münasibəti ilə təbrik edirik. Mən bugün ilk dəfə ki, Novruzu Cəbrayılda, ata-baba yurdumda keçirdirəm. Mən çox şadam. Sizin üçün bir gözəl mahnı ifa edəcəm. Bugün Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası Cocuq Mərcanlı məktəbinin qonağıdır. Biz onlara dərin təşəkkürümüzü bildiririk. Həmçinin onların Novruz bayramını təbrik edirik. Bahar bayramı ilə əlaqədar digər işğaldan azad olunmuş rayonumuzda, Laçında da bayram tədbiri keçirilib. Tədbirdə konfederasiyanın əməkdaşları iştirak ediblər. Novruz şənliklərində uşaqlar bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, rəqs edib, mahnılar səsləndirib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər. Doğma Laçından, bu gözəl diyardan bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Biz Laçın şəhərində 2-ci ildir ki, bu bayramı qeyd edirik. Həm məktəb olaraq, həm sakinlər olaraq. Mübarəkdir el qızı, el bayramın. Qoy sevinsin, qoy şadlansın el hamı. Vətən oğlu, atlarını yəhərlə. Çıx cıdıra, yel qanatlı kəhərlə. Qovuşasan aydınlaşan səhərlə. Yorulmasın qurşaq tutan qolunuz. Uğur olsun bulaq üstə yolunuz. Təbrik edirəm bütün Azərbaycan xalqını. Novruz bayramını təbrik edirəm. Mübarək olsun, əmin-amanlıq olsun. Ruzi bərəkət versin Allah bizim cəmaatımıza. Belə gözəl tədbirin təşkilində, körpə balalarımızın sevinməsində xüsusi rolu olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına xüsusi təşəkkürümüzü çatdırırıq. Şuşa şəhərində sakinlər Novruzun gəlişini, təbiətin oyanışını təntənə ilə qeyd edib, bayram şənlikləri təşkil ediblər. Şuşa şəhər 1 nömrəli məktəbdə uşaqlar üçün təşkil olunan tədbirə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də qatılıb. Uşaqların inkişafı, hüquqlarının qorunması sahəsində görülən işlərdən və bu istiqamətdə Həmkarlar İttifaqlarının fəaliyyətindən bəhs ediblər. Həmçinin məktəbli şuşalılara hədiyyələr də paylanılıb. Bu günümüzün sevinci həddi-hüdudu yoxdur. 33 ildən sonra öz doğma yurdumuzda Novruz bayramını qeyd edəcəyik.
İnanırıq ki, hər zaman öz bayramlarımızı öz doğma yurdumuzda ümidlə, xoş niyyətlə qəbul edəcəyik. Bir daha biz Həmkarlar İttifaqları Konfederasiyasına öz diqqət və qayğısına görə məktəbimizin şagirdlərinə göstərdiyi hörmətə, sevgiyə görə minnətdarlığımızı bildiririk. Hədiyyə üçün çox sağ olun. Mən çox sevincliyəm. Şuşada Novruz bayramı keçirir. Şuşada kim vardısa, onların Novruz bayramı təbrik edirəm. Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində isə konfederasiya əməkdaşları uşaqları təbrik edib, bu cür tədbirlərin davamlı olacağını diqqətə çatdırıblar. Allah hamıya da qismət eləsin, gəlsin Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə bayramlarımızı belə keçirək. Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə də şagirdlər üçün bayram tədbiri təşkil olunub. Məktəbin həyətində Novruzun simvolu olan bayram tonqalı qalanıb. Bugün buradan Azad Xocalıdan Azərbaycan xalqını və Novruzu qeyd edən bütün xalqları səmimi qəlbdən təbrik edir və onlara xoş günlər arzu edirik. Qeyd edək ki, konfederasiya tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.